Salam dostlar, kanalımıza xoş gəldiniz. Bu gün sizlərlə bir yerdə LED tester dövrəsi hazırlayacağıq. Bu dövrə bizim ledlərimizin yoxlanması üçün istifadə edəcək. Və ledlər kiçik ledlərdən tam bu qədər böyük bir panellərə qədər siz rahatlıqla yoxlaya bilərsiniz. Heç bir əlavə komponent işlətmədən cəmi bir dövrə hazırlayacaq, 3 komponentdən ibarət və bu dövrə ilə bütün ledləri yoxlaya biləcək. Heç bir problem olmadan, yandırmadan, partlatmadan. İlk öncə amma demək istəyirəm ki, 220 voltdan istifadə etdiyimiz üçün və LED-in istifadə edəcəyimiz dövrənin çıxışı da yüksək voltlu olduğu üçün əvvəlcədən xəbərdarlıq edirəm ki, bu cür işlərlə məşğul olmayanlar, bu cür işləri bilməyənlər heç məşğul olmasınlar. Çünki təhlükəsi var, ölümcül bir təhlükəsi var. Daha doğrusu biraz da şişirtməyək, 220 tamam da birbaşa ölümcül ola bilər. Amma bunun çıxış voltajı yenə də insanı narahat edəcək qədər bir voltaj verir. Yəni demək istəyirəm ki, bu cür şeylərdən qorxanlar, çəkinənlər və bilməyənlər bu cür işləri etməsinlər. Sadəcə videonu izləyib belə bir şey olduğunu bilməyiniz kifayətdir. Bu cür dövrələri ən çox məsələn LED televizor ustaları hazırlayır və bu cür dövrələrdən istifadə edir. IPS ekranların arxasında panel ledlər var və bu ledlərin yoxlanmasında geniş istifadə olunur bu dövrə. Əgər siz də belə işlərdən maraqlanırsınızsa falan, bu dövrə lazımdırsa, asanlıqla necə yığıldığını deyəcəm və indi isə keçək komponentlərimizə və dövrənin necə hazırlandığına. Cəmi 3 dənə komponent istifadə edəcək. İlk komponentimiz bizim bir körpü dioddur. Körpü diodlar haqqında məlumatı olmayanlar e-butonundan diodlar videosuna baxaraq diodlardan və körpü diodlardan məlumat toplaya bilər və necə hazırlandığını orada görə bilər. Və də bizə bir müqavimət lazımdır. Müqavimətimiz bizim 12K-dır. Siz 15K, 10K istənilən bir müqaviməti istifadə edə bilərsiniz. Hətta 20K da bəlkə olar. Amma biraz 20K-da falan dövrəmiz biraz daha zəif və tez qızacaq. Və bu cür böyük bir kondensator lazımdır. Bu cür böyük kondensatorlarda adapter içlərindən falan tapa bilərsiniz, təmin edə bilərsiniz. Və də batarya adapterlarında ən çox siz bunlardan görə bilərsiniz. Çünki voltajı yendirərkən demək olar ki, bu dövrənin məntiqində bir dövrə hazırlayırlar. Yəni bu cür kondensator oranı vazgeçilməzdir. Böyük kondensatorlar istifadə edirlər. Yəni o cür şeylərdən tapa bilərsiniz və köhnə televizorlarında adapterlarından yenə təmin edə bilərsiniz. Dostlar, gördüyünüz kimi artıq dövrəmiz hazırdır və də burada birbaşa 220 açıq şəkildədir. Bu dəqiqə elektrikə qoşulu deyil, ona görə toxuna bilirəm. Və buradan isə siz mənfi və müsbət çıxışlarınızı alırsınız. Yəni ledlərə toxunduracağınız hissə bura olacaq. Siz deyirəm yenə də bura qətiyyən əl vurmursunuz. Çünki vursanız yəni 220 artıq sizin həyatınızla oynaya bilər.
Amma dövrənin çıxış ayaqlarını da yenə əliniz qəfildən dəysə böyük bir problem olmayacaq, sadəcə biraz titrəmə olacaq. Amma yenə də bu cür şeylərdən qorxursunuzsa, həyəcan edirsinizsə, yenə deyirəm ki, etməyin və bunun ucundan da ehtiyatlı olun. İndi isə elektrikimizə qoşuruq və yoxlayırıq. Elektrikimizə qoşmadan əvvəl mən multimetrin uclarına bunu bağlamaq istəyirəm. Multimetrimizi 600 volt voltaja alırıq. Biz yenə 200 volt falan alacaq, amma yenə 200 volta qoymuram. Qaramız demək bizim mənfimizdir. Və bizim digər rəngimiz isə müsbətimizdir. Elə multimetrin problarından da yoxlayacağım LED-in işləyib işləmədiyini. Buna da əlim dəyməyəcək bir məsafəyə qoyuram. Və də yoxlayaq artıq dövrəmizin işləyib işləmədiyini. Demək, elektrikimizə qoşduq. Qoşduğumuz zaman 198 volt verdi, amma mən dövrəni səhv qoşmuşam. Qara bizim müsbətimiz olub, heç nə olmaz. Yenidən qoşuram. Aha, indi düzgün voltaj çıxışı var və müsbətimizi müsbətə, mənfini isə mənfiyə toxundururuq. Gördüyünüz kimi 97 volt göstərdi. Yəni 97 volt gələrsə bu dövrəmiz işləyəcəkdir. Bu işləyib işləmədiyini yoxladıq və də digər bizim LED-imizin testinə keçək. LED-imizin demək bu ayağı müsbətdir, bu ayağı mənfidir. Gördüyünüz kimi çox az bir parlaqlıq verir, amma verir. 2 voltluq bir LED-dir. Siz bunu daha həssasa alıb nə qədər olduğunu görə bilərsiniz, amma həssasa aldıqdan sonra bu cür şəkildə çəkməyin, çünki yüksək voltajdan sizin testerinizə zərər verə bilər. Və bir başqa LED yoxlayaq. Gördüyünüz kimi 1 volt göstərir. Əslində bunu yoxlamışdım. 1.98-dir, yəni 2 volta yaxın. Qırmızı ledlər daha biraz aşağı voltajda işləyir. Yəni heç bir müqamətsiz falansız siz rahat ölçümləri edə bilərsiniz. Və bunun üzərində bir şey də göstərim. Əgər bu cür vurursunuzsa və işləmirsə, indi işləyir, siz bunu bir-birdə yoxlaya bilərsiniz. Yəqin ki, tərs vururam, baxın. Gördüyünüz kimi, yəni bu cürdə ledləri yoxlaya bilərsiniz. Yəni heç bir zərər vermir, yəni yüksək voltajdır deyə, yüksək amper vermir deyə, yüksək voltaj olduğundan heç bir partlama, çartlama halı olmur. Gördüyünüz kimi, hər bir ledlərində, məsələn, ledin biri 2 voltdur ki, bizim 2 dənə ledimizi 4 volt göstərir. Bunlar ardıcıl qoşmadır. Yəni deyim ki, bu dövrəni hazırlamamışdan öncə mən bu panelin neçə voltluq olduğunu bilmirdim. Və də əlimdə buna uyğun adapter olmadığından yoxlaya da bilmirdim. Amma yəni bu dövrəni hazırladıqdan sonra artıq bildim ki, 97 voltluq bir paneldir. Ardıcıl qoşma ilə 97 volta çıxıb.
Dostlar, videomuz bu şəkildə idi. Ümid edirəm başa düşdünüz. Geniş bir məlumat verdim. Yəni nə qaranlıq qalırsa, onlarda aydınlıq olsun deyə geniş məlumat verdim. Ona görə videolar biraz uzun olur. Üzürlü sayın və bu dövrəni hazırlamaq istəyirsinizsə, siz aşağıdan açıqlamalar qismindən linkini yükləyib, əgər burada qoşulmanı, mən elektrikdən çıxarım. Əgər burada qoşulmanı başa düşmədisə, çox asandır. 220 buradan girərək kondensatorımızdan keçir və kondensator qısa dövrə deyil və burada voltaj vermir. Amma bu cür dalğalı voltajlarda müəyyən bir hissəni keçirə bilir. Buranı da alternativ voltaja qoşuruq və müqamətdən də yenə keçib alternativ voltaj qisminə gəlir. Ortadan isə mənfimizi, müsbətimizi körpü diotumuzdan alırıq. Yenə də körpü diotu əgər sizin yoxdursa, normal diotlardan körpü diot sistemində yığa bilərsiniz. Bunu internetdən də, Google'dan falan şemasını da götürə bilərsiniz. Mənim diot videomdan da aydınlıq qazana bilərsiniz ki, necə hazırlanır. Bəzi videolarda hətta bunu hazırlamışam da. AC voltajı DC voltaja çevirmək videomda da var, necə hazırlandığı. Demək, dövrəmiz bu cür idi. 220-ni də bura bağlayırıq. Buradan çox ehtiyatlı olun. Mən bunu bir qutunun içərisinə yığacam, çünki bu dövrəni biraz işlədəcəm. İşlədəndə də bir narahatçılıq çıxmasın deyə bir qutuya yığacam. Və bu cür. Yenə də şemasını da aşağıdan linklərdən görə bilərsiniz. Oldu dostlar. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənədək videonu like etməyi, kanala da hələ abunə deyilsinizsə abunə olmağı unutmayın. Və də yenə də açıqlamalar qismindən işlətdiyim komponentlərin adlarını da öyrənə bilərsiniz. Daha aydınlıq sabahlarda, daha gözəl günlərdə görüşənədək özünüzə yaxşı baxın.